Prezident kubokuna hazırlıqlar gedir. Hər gün məşq edirik. Saat 3-dən 6-ya qədər. Keçən il İvan Varabjanski ilə 2 nəfərlik kaykağında 200 metrdə ikinci yerə nail görülmüşdüm. İnanıram ki, bu Prezident kubokunda bizim bayrağımızı zirvəyə qaldıracağam və inanıram ki, birinci yerə layiq görüləcəm. Я готовлюсь к президентскому кубку. Я каждый день тренируюсь, выхожу на воду, тем самым я еще занимаюсь в зале. И надеюсь на то, что я займу место на Кубке Президента. До этого я не был на Кубке Президента, это мои первые соревнования такие масштабные. И я очень готовлюсь к ним и очень надеюсь, что все хорошо получится. Я надеюсь занять место, первое желательно, и я стараюсь готовиться к этому и надеюсь получится занять место. Hal-hazırda Prezident kuboguna hazırlaşıram. Suda 2 saat hazırlaşırıq və 1 saat da zalda məşq edirik. Bu Prezident kubokda mən böyük nəticələr gözləyirəm və öz gücümə və qalib gələcəyimə inanıram. Mənim iştirak etdiyim 3-cü Prezident kuboku olacaq və əvvəldə medal götürməmişəm, amma inanıram ki, bu Prezident kuboka maksimal rezultat göstərə biləcəyəm.